Salam dostlar, bu videoda kiber təhlükəsizlik nədir və kiber təhlükəsizliyin təşkilatlar üçün vacibliyi haqqında danışacağam. Kiber təhlükəsizlik informasiya sistemlərini və məlumatları rəqəmsal hücumlardan qorumağa yönəlmiş fəaliyyət növüdür. Bu hücumlar həssas məlumatlara icazəsiz daxil olmağı, onları dəyişdirməyi və ya məhv etməyi, həmçinin xidmətlərin fəaliyyətini pozmağı hədəfləyir. Kiber təhlükəsizlik informasiya texnologiyalarına və məlumatlara icazəsiz giriş, dəyişdirilmə və zərər görməsinin qarşısını almağa yönəlmiş təhlükəsizlik tədbirlərini və qaydalarını əhatə edir. Təşkilatlar üçün kiber təhlükəsizliyin əhəmiyyəti böyükdür. Texnologiya və internetin asılılığının artması ilə təşkilatlar məlumat sızmaları və ransomware hücumları kimi müxtəlif kiber təhdidlərə məruz qalırlar. Uğurlu bir kiber hücum ciddi maliyyə itkisi və nüfuzun zədələnməsi ilə nəticələnə bilər. Misal üçün, 2017-ci ildə Equifax şirkətinə edilən kiber hücum nəticəsində təxminən 147 milyon insanın şəxsi məlumatları oğurlanmışdı və bu hadisə ümumilikdə 4 milyard dollardan çox ziyana səbəb olmuşdu. Bundan əlavə, təşkilatlar daxili təhdidlərlə də üzləşə bilərlər. Bu cür təhdidlər adətən işçilər, keçmiş əməkdaşlar və podratçılar tərəfindən yaranır. Onların sistemlərə, şəbəkələrə və məxfi məlumatlara qanuni giriş səlahiyyətlərinin olması riski daha da artırır. Bu risklərin qarşısını almaq üçün təşkilatlar giriş nəzarətinin düzgün qurulması, ən az səlahiyyət prinsipi, istifadəçi fəaliyyətlərinin monitorinqi, müntəzəm təhlükəsizlik təlimləri və insidentlərə cavab planları kimi tədbirlər tətbiq etməlidirlər. Bu yanaşma daxili insidentlərin təsirini minimuma endirməyə, ümumi kiber təhlükəsizlik səviyyəsini artırmağa kömək edir. Bununla yanaşı, kiber təhlükəsizlik müştəri etimadının qorunması üçün də olduqca vacibdir. Müştərilər məlumat məxfiliyinə daha çox diqqət yetirdiyi üçün güclü kiber təhlükəsizlik təcrübəsi nümayiş etdirən təşkilatlar müştəriləri ilə daha möhkəm və uzun müddətli münasibət qura bilirlər. Nəticə etibarilə güclü kiber təhlükəsizlik mövqeyi yalnız təşkilatın məlumatlarını qorumaqla kifayətlənmir, eyni zamanda innovasiya və biznesin inkişafı üçün təhlükəsiz mühit yaradır.